Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Könül Kərimova şair Nazilə Səfərlinin ünvanına sərsözlər deyib. Xəbər verilir ki, qalmaqala səbəb Nazilə Səfərlinin sözlərini yazdığı mahnı Könül Kərimovanın oxumasına qadağa qoymasıdır. Şairin Könül Kərimovanın haqqı yoxdur ki, mənim yazdığım sözləri ürəyi istəyənə yaysın. Həmin mahnını sildirdim. Söz mənimdir, istəmirəm. Get başqa mahnı oxu. Sözlərinə Könül Kərimova Rəngarəng proqramında cavab verib. Belə xoşagəlməz halla heç üzləşməmişəm. Mahnı seçəndə çox diqqət etmək lazımdır. Musiqi və sözlər kimindir? Diqqət etsən, belə halla üzləşməzsən. Bundan dərs çıxartdım. Mən sadəcə onu bilirəm ki, diqqət edilməlidir. Əsəb, gərginlik olmasın deyə edilməlidir. Mahnının bəstəkarı mənəm. Naziləni WhatsAppda qara siyahıya atmışam. Düz də etmişəm deyə Könül Kərimova vurğulayıb.